O geldi bu. O gördün mü? Askı gördün mü? Hə, şu olar. Hə, görsən. Qədər gözü askı var. Hər şeydən yoxlama edirik. Bu hücumdan biz bilirik ki, bu balıq aktiv hücumdan. Buralar hərimizə rast gəlsin. Ay, maşallah. Balığı buradan tutduysun. Böyüsün. Evet, durma balığıdır. Gün gəlsin. Gel. Bunu savun dedim. Balaca bir balıktı. Sərdən o yüzden gelir, bu yüzden gelir. Ay maşallah. Öyle bir balık sərdən yüzüme girdi dostlar. Ben de ona bakırdım, oyuna gelir, bu oyuna gelir, onu da Bobleri değiştim. Böyle bir güzel durna balığı tuttuk dostlar. Zayıf paklovkadır. Bir kulağın dalına geçip bir de bu bir tarafa. Bana da bereket versin dostlar. Görürsünüz bile durna balığı buradan tuttuk. Hep şükür. Daha necə də güzel yaradıb. Bismillah. Görüyorsunuz dostlar, jabrası dağıldı. Bir şey oldu mu? Jabrası dağıldı. Buradan. Dostlar, böyle bir güzel balığı bırakırıq suya. Bırakırıq büyüsün. Büyüsün, çevresin. Görürsünüz de güzel su. Güzel. Bereket versin. Ya yesin yaşasın. Allah. Evet dostlar, ne güzel balık tuttuk ve bıraktık. Allah. Obayla tutmuştum, bıraktım. Bir tikeydi. Bir tikeydi, balaca bir şeydi. Balaca da neye saklayayım? Bizimki onun yanında Herkules okşuyor. Maşallah nə təşliyib flaqman. Deməli yekənin də alınan gəlir, görürəm askı ilə, balacadır. Götürə bilmir də tiyəsinə görə. Bunu tulladım 2 dəfəyə. Birinizi gəldi dayandı, ikinci. Ya hakkallahi. Salam aleykum. Ne tersiniz? Ne var ne yok? Cebine yapalım. Verzen sar. Salam aleykum. Ne tersi? Salam aleykum.
Maşallah, maşallah. 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 Selam aleyküm. Maşallah. Maşallah. Aferin size. Ne dersiniz? Ne var ne yok? Balacadır. O Hemen biriyim bu boyda. Ha, o tepede getdim yine bir dənəsini tutdum, bunu tulladım orada dedim. Valla bunu götürməkdənsə götürməməkdən yaxşı. Bura gələn kimdəsə külək başlayır aşağı. Baba ona olabilsin aşağıdadır. Bura hündürdə diye külək var da. Sen inanırsan külək. Külək kəsmir da. Ora ha çökək. Bunlara da fərq var. Şuraya bu şeyi bilir. Nə dərsiniz? Yaxşısınız. Aşağı düşmün ay, xalarsız ehtiyatlı olun. Gel bu üzə. Maşallah. Abi. Yalandı abi. Açtı abi. Ya Allah'ım. Ya Allah'ı. Heh. Şu anda gözlüğün canlar. Allah size selamet eylesin. Yavaş yavaş. Senin adın nedir? İdris. Senin adın nedir? Melek. Senin adın nedir? Ay maşallah. Ay maşallah. Ay maşallah maşallah. Ha bu elə bir şey yalancı balıqdır da. Bundan balıq tutulur. Bunu atırsan doğru balığı gətir. Ha doğru balığı versin. Yani ha bu həyatı Kamil'inki de işləyir, xor olduq sənin. Xeyirdat. Səhərdən əlləşir. Sabah belə balaca durna balığı. Onu saxlamaqdansa tullamaq gözəldir da. Yəni bu da saxlamağın heç bir adı yoxdur. Elə bir durna balığıdır. Misal var deyirlər ki, get böyüyün gəlsin. Hə dostlar, xırda balıqları yaşatmaq lazımdır və belə durna balığına bıraxmaq lazım ki, yaşasın. Get. Hə abi, bir dənə iki dənə də paklovka edin, buz onu aktivləşib. Dostlar, növbəti durna balığımızı tutduq. Xırda deyəmiz, bir şey versən. Hələmi saxlayayım da deyirəm. Oy. Zarım var maşında. Bedirova bedirənsini qoyaq.
Kısmet olsa. Karnı doldu. Hani böyle? Eyvallah bir rahat. Eyvallah. Salam aleyküm. Əziz dostlar, hər birinizi xoş gördük. İstərsən bax kanalından sizin hər birinizi salamlayıram. Bugün biz dostumuzla, qardaşımızla, Kamillə gəldik balığa. Kamil ümumiyyətlə 4 dənə balıq tutduq. Neçəsi də bir dənəsi qaçdı və bir dənə, iki dənə də danlı arxasından gəlirdi. Bu da balıq tutmaq sayılmır da belə götürək. Yəni bugünkü ovumuz düzdür. Kamilin bahalı bir wobleri itdi. İtdi deyəni ilişdi, qırıldı. O bir balaca bizə təəssüf hissi yarattı. Söhbət yox, biz bax dostlar, onun üçün mən həmişə deyirəm ki, balığa gedəndə, gedəndə salam aleyküm. Nəyəsə gedəndə ümumiyyətlə dostlar, hamısından, hər bir woblerdən, hər bir reisin, ümumiyyətlə nə varsa, bundan imkan daxilində bir dənə əlavə zapaz almaq lazımdır. Səbəb də odur ki, çünki bəzən gözləmədiyimiz yerlərdə ilişir, qırılır və l-axir və s. problemlər yaranır və ona görə də belə deyək də narahatçılıq yaranır. Dostlar, bugün indi Kamil də istəmdik, Kamil sən də öz fikirləri bizim üçün bölük qardaş. Bölüşlər qardaş, hər şey yaxşı oldu, gəldik, rahat 3 saat vardı. Bəli, 3 saat falan. Ağbaş ərazisidir, yəni gəldik, burada həvəs bizi öldürdük. 4 dənə, 5 dənə belə deyək, pokrovka oldu. Gördünüz, çıxartmışıq. Uğurluq. Prosto sadəcə olaraq ikisi bizə uyğun, balacadır. Balaca uyğun olmadığı üçün qaytarıb suya bırakmışıq. İkisini də tutmuşuq. Elət qardaş. Qardaşlar, sağ olun, görüşənə. İnşallah bizi də izləyin. Dostlar, bax bu Megalon, sonra mən məsəl üçün Megalonla da bir balıq tutdum, Flagmanla da balıq tutdum, Flagmanın Joker variantından da deməli tutdum balıq və bütün bunların hamısı Ağdaş balıqçılar dükanında da var, özü başqa yerlərdə də var, amma belə deyək də biz həm test elədiyimiz, həm yəni özümüzə məsləhət bildiyimiz bütün o wobbler sistemi, qamış və belə deyək də baraban, misinadan tutmuş hər şeyə qədər, Brityonkaya qədər. Yəni bunların hamısını özümüz məsləhətləşib test elədiyimiz videolar ki, hansı ki onları biz videoda da qeyd edirik və burada da canlı şəkildə nümayiş etdiririk. Özümüzə rəva bildik. Bəli, özümüzə rəva bildiyimizi sizə də rəva bilirik. Yəni onun üçün də dostlar, elə bu həmçinin bu videomuzun da sponsoru Ağdaş Balıqçılar dükanıdır və Ağdaş balıqçılıqdır. Onların nömrəsini də, qardaşın nömrəsini də qoyuram, Kamilin nömrənin altına qoyuram. Kim istəsə, nə sualınız olsa çəkinmədən həm bu videonun altına, həm də nömrə ilə həm bizlə əlaqə saxlaya bilərsiniz. Dostlar, burada yekunlaşdırırıq. Uca Allahın izni ilə necə deyərlər, balıqda keçən gün ömürdən sayılır. Hər birisi can sağlığı, ruzili, bərəkətli və gələcəkli ömür arzulayıram hər birinizə. Sağ olun, özdən bu həyat. Bitmez. İstersen vakti bize derinlikler, denizin koynunda ve güzel hakikatler.